Salam, yeni bir videoda hər birinizi yenidən xoş gördük. Bu videoda məşhur İslam alimi olan Əbu Hamid Qazalinin fəlsəfə barəsində olan bir neçə fikrini sizlərlə bölüşmək istəyirəm. Bildiyimiz kimi Əbu Hamid Qazali Təhafütül Fəlasifə adlı kitabında, yəni bizim dildə Filosofların Tutarsızlığı adlı kitabında filosofların bir neçə məsələdə küfrə yol verdiklərini, bir neçə məsələdə isə bidət söylədiklərini deyərək onları kafirlikdə və münafiqlikdə ittiham etmişdir. Bu videoda isə bu fikirlərini deyil, fəlsəfəni və filosofları tənqid edən bəzi şəxslərin etdiyi yanlışlıqları sizlərlə bölüşmək istəyirəm. İlk öncə Əbu Hamid Qazalidən bir sitat gətirərək mövzunu açmaq istəyirəm. Əbu Hamid Qazali Əl-Munqiz kitabının 4-cü səhifəsində, yəni tərcüməsində, mən türkcə oxumuşam, tərcüməsini həmin kitabda 4-cü səhifədə, indi orijinalda hansı səhifədədir onu bilmirəm. Belə deyir: bir elmdəki fəsad və yanlışlığı ancaq o elmi dərindən incələyən kimsə anlaya bilər. Yəni, biz hər hansısa bir elm barəsində, hər hansısa bir fənn barəsində, disiplin barəsində fikir bildirmək istəyiriksə, hər hansısa bir elm barəsində söz demək istəyiriksə, öncəliklə o elm barəsində əhatəli şəkildə bilgimiz olmalıdır. O elm sahəsində araşdırma aparmalıyıq, üzərində düşünməliyik. Yəni, məsələn, bu gün də həmin problem var. Fəlsəfənin nə olduğunu bilməyən və yaxud başqa elmlərin nə olduğunu bilməyən başlayır həmin elmlər barəsində yanlış, doğru sözlər deməyə. İstər bu müsbət olsun, istər mənfi. Əgər bir elm barəsində söz deyiriksə, həmin elm barəsində az da olsa məlumatımız olmalıdır. Yoxsa əgər bilməyə həmin elm barəsində bir fikir bildirsək, yanlış bir məlumat insanlara çatdırılmış və sofistikaya düçar ola bilərik. Yəni, bununla da böyük bir xəta etmiş olarıq. Daha sonra Əbu Hamid Qazali belə deyir: İslam alimlərindən fəlsəfəni dərindən incələmək üçün çalışan birini görmədim. Kəlam alimlərinin kitablarında fəlsəfəçilərin sözlərini çürütmək üçün yazılmış olan sözlərdə tənaxüs dedikdə paradokslar və yaxud ziddiyyətlər və əhəmiyyətsiz ifadələr vardır. Yəni, bununla da bildirmək istəyir ki, fəlsəfə barəsində kəlamçılar və fəlsəfəni tənqid edənlər çox sözlər deyirlər. Əslində, bunları deməklərinin səbəbi fəlsəfə barəsində çox məlumatların olmamasından qaynaqlanır. Təbii ki, Əbu Hamid Qazali də özü fəlsəfəni tənqid edib, bayaq adını çəkdiyim Təhafütül Fəlasifə adlı kitabında. Amma özü bunu tənqid edərkən deyir ki, mən fəlsəfə barəsində təxminən 2 il araşdırma apardım, kitablar oxudum və ondan sonra fəlsəfənin tutarsız olduğunu, filosofların fikirlərinin tutarsız olduğu nəticəyə gəldim. Lakin digər kəlamçıların kitablarında isə fəlsəfə barəsində heç bir məlumatları olmadığını və heç bir məlumatlar olmaya fəlsəfəni tənqid etdiklərini deyir. Yəni, bu günümüzü də əhatə edir bu. Yəni, biz görürük ki, bu məsələ nəinki eyni bizim dövrdə, hətta Qəzalinin dövründə də, Əbu Hamid Qəzalinin dövründə də var idi. Yəni, həqiqətən o dövrdən bu dövrə nə bir addım geri, nə bir addım önə getmişdir həmin məsələ. Yenə də həmin mövqedə olan insanlar var, həmin təfəkkürdə olan insanlar var. Bugün mən bir neçə şəxsdən soruşmuşam, fəlsəfəni tənqid edən şəxslərdən soruşmuşam ki, siz fəlsəfə dediklərini nəzərdə tutursunuz? Həqiqətən də yəni, cavab verə bilməyiblər. Misal üçün, mən demişəm ki, fəlsəfəni tənqid edirsən, fəlsəfənin necə deyək, kafir işi olduğunu deyirsən, fəlsəfənin boş olduğunu deyirsən, o zaman mənə fəlsəfənin qısa olaraq tərifini ver. De ki, fəlsəfə mənə görə bu şeydir və fəlsəfənin təməl bu qanunları var ki, həmin qanunları bütün filosoflar qəbul edir və həmin qanun keçərsizdir, həmin qanun batil olduğu üçün fəlsəfə də batildir və bütün filosoflar da batil bir şeyə inanmış olur. Və bu sualı verirəm, həmin şəxslər cavab verə bilmir və başlayırlar şəxslər üzərindən hərəkət etməyə. Misal üçün, hətta yəni, fəlsəfəni tənqid etmək üçün Mövlananın, İbn Ərəbinin adını çəkənlər belə var. Halbuki bu şəxslər filosof deyillər. İbn Ərəbi fəlsəfi düşüncəyə sahib olub, amma bunlar təsəvvüf əhli idilər, bunlar arif idilər, bunlar irfanla məşğul idilər, bunların fəlsəfə sahəsində işləri yoxdur. Ola bilər İbn Ərəbi fəlsəfi şərhlər versin, amma bunun təməl aldığı yer irfandır, yəni onun çıxdığı yer irfandır. Yəni, fəlsəfəni tənqid etmək istəyirlər, irfan əhlindən, ariflərdən yola düşürlər, onların sözlərini deyirlər və tənqid etməyə çalışırlar. Halbuki onlar barəsində də xətaya yol verirlər. Burada dil məsələsi var. Dil məsələsi yəni məfhum məsələsidir. Məsələn,
bəzi məfhumlar kəlamda başqa bir mənada, fəlsəfədə başqa bir mənada, irfanda başqa bir mənada işlənə bilər. Misal üçün, sonsuzluq məfhumu, əbədiyyət məfhumu, hüdus məfhumu fəlsəfədə başqa mənada, kəlamda isə başqa mənada işlənə bilir. Və bunu bilməyən şəxslər avtomatik olaraq sofistikaya düçar olurlar. Omonim sözlər kimidir. Omonim sözlər yəni nə? Eyni deyilişi, yazılışı eynidir, amma fərqli mənalarda işlənə bilir. Və fəlsəfədə, elmdə, kəlamda da eynən bu cürdür. Biz məsəl üçün hər hansı bir elmi bilmirik, amma həmin elmdə işlənən bir məfhum götürürük, öz anlayışımızda, öz dərs səviyyəmizdə olan bir məfhumla qarşılaşdırırıq. Elə bilirik ki, həmin məfhumdur və başlayırıq onu tənqid eləməyə. Və əslində bu böyük bir xətadır. Həqiqətən bəzi insanların düçar olduğu böyük bir xətadır. Mən demirəm ki, fəlsəfəni heç kim tənqid eləməsin, fəlsəfə tənqid olunmazdır. Yəni bunun özü barəsində də ətraflı bəhs edə bilərik. Məsəl üçün Əbülhəmid Qəzalinin fəlsəfəni tənqid etməsinə mən birmənalı yanaşıram. Çünki bu şəxs araşdırıb fəlsəfə barəsində geniş biliyə sahib olubdur və ondan sonra başlayıb fəlsəfəni tənqid etməyə. İndi onun tutarlıdır, dedikləri tutarlıdır, tutarsızdır o barəsində daha akademik səviyyədə biliyə sahib olan şəxslər danışa bilər. Bu mənim işim deyil. Sadəcə demək istədiyim odur ki, bir elm barəsində biliyə sahib olmadan o elm barəsində bir söz söyləmək, bir fikir bildirmək o qədər də birmənalı qarşılanmaya bilər və sən xətaya yol verə bilərsən bu məsələ barəsində. Ümid edirəm ki, bu məsələyə fəlsəfəni və yaxud başqa elmləri tənqid edən şəxslər doğru düzgün yanaşar və həmin elmlər barəsində araşdırma aparmadan fikir, rəy bildirməz. Bu günlük bu qədər. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.